Bir daha Səməd Vurğun adına direktor Şahman müəllimə təşəkkürümüzü bildiririk ki, bizə bu qan yaddaşımızı yenidən xatırlatdı. Yəni burada hər şey bütün detalları ilə açıq aydın görünürdü və bizim çox danışmamıza ona görə də ehtiyac yoxdur. Gəlin məktəbimizin şagirdi Kərimli Duyğunun ifasında bir şeir dinləyək. Ateş açıldı. Ne koca, ne cavan, ne kız, ne cəli. Əzdiler, çəkdilər, körpələnəcə. Bakı qan ağladı, fəryad qopardı. Gecədən başlamış, düz səhərəcə. Qorxuyla döndərmək istəsələr də, xalq öz amalından geri dönmədi. Ne şahta, ne ordu, ne de çıkanlar halkımın əzmini qıra bilmədi. Üstündən 100 il gəlib çəksə də, heç vaxt unutmarıq bu faciəni. Qan yaddaşımızdan dönən bu qanlı, həm acı, həm də ki şanlı gecəni. Bayatımız, şehrimiz bize kütle değende bu torpaq yaralanır. Onun sinesi üstte mezarlar sıralanır. Mertleri qorxuzmayıb, namərdlərin gülləsi. Hər qəbir azadlığa gedən yolun pilləsi. Əlimizdə qərənfil, dilimizdə haqq sözü. Bu günahsız millətə kömək olsun haqq özü. Bugün arzumuzun azadlık günü, bugün azadlığın zirve günüdür. Ulu babaların səptiği dəni, göyərdən milletin zərbə günüdür. Bugün minillərlə gələn yolların sabaha atılan hür qapısıdır. Haqqını istəyən mərd oğulların şərəflə kəsdiyi nur qapısıdır. Bugün öz qanıyla yazdı bu millət, ən yeni tarixin salnaməsini ucaldı müqəddəs şəhidləri ilə çatdırdı dünyaya haqqın səsini. Nəbizadə müraciət edir. Asla basın o torpağa, orada şəhid nəfəsi var. Qan qarışmış o palçığa, sönmüş şəhid həvəsi var. Qurban olum, yavaş gəzin o dağlarda, o daşlarda. Qaraşanlı bir ananın dallar boyda yarası var. Qurban olum, ana torpaq, bəs qucaqla sən balanı. Gübrə vermiş şəhidimin evdə körpə balası var. Vətənim qan ağladı, qarayan var cüzəsi. Sanki qəsdən oldular, ateş deyib vurdular. Bağrımızı yardılar, qarayan var cüzəsi. Hürriyyətə yol aldı, neçə ömür beç oldu. Ləşkərə qord oldu, qarayan var cüzəsi. Şəhidlərə qətiyə, o azadlıq, hürriyyət. Qaldı bizə əmanət, qarayan var cüzəsi. Başı bəlalı bir vətən vardır. Düşmənin gözünü oyan obaları, oymaqları, təbii ehtiyatlarla zəngin sərvətlər vardır bu vətənin. Zaman böldülər, parçaladılar, üstündə ağalıq etdilər. Hər dəfədə zərbə vətənin müdafiəsinə qalxan soydaşlarımıza, həmvətənlərimizə, igidlərimizə gəldi. 90-cı il 20 yanvar gecəsində soydaşlarımız vətən torpağını ona soyuq olmasın deyə bərk-bərk qucaqladılar. Bugün biz başı bəlalı vətənimin ən ağır günlərindən biri olan tariximizdə, milli yaddaşımızda
yanvar, qanlı yanvar və ya sadəcə 20 yanvar gecəsinin qurbanlarını dərin hörmət və ehtiramla yad etmək üçün yığışmışıq. Həmin gecədən bizi 36 il müddətində olan bir zaman alır. Lakin buna baxmayaraq xalqımız vətən uğrunda qurban gedən şəhidlərimizi, həmvətənlərimizi, soydaşlarımızı, igidlərimizi unutmur. Şəhidlik müqəddəs məqsəd, amal üçün həyatını verməkdir. Bizim üçün din, vətən, torpaq, şərəf kimi anlayışlar müqəddəsdir və bu müqəddəs dəyərlərimizə hər hansı səbəblə zərər verəcək, dil uzadacaq kimsələrə heç çəkinmədən müharibə edər, lazım gələrsə canımızı verək. Bax, budur Azərbaycan xalqı. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Zalım öyünməsin zülümləri ilə, min bir böhtanı ilə, min bir şəri ilə, həqiqət uğrunda ölümləri ilə, ölümü kamına çəkdi şəhidlər. Ey vətənə can verib, vətənləşən şəhidim, köksündə qərənfillər, çəmənləşən şəhidim, yenilməz hünərinlə, dönməz cəsarətinlə, düşmənin sinəsini dəlib deşən şəhidim. Od yurdunun od oğlu, od vurdun düşməninə, sən oddan yaranmısan, odda düşən şəhidim.